Vətən sevgisi sözlə ifadə edilə bilməyəcək qədər müqəddəsdir. Vətən sevgisi hər Azərbaycanlının qəlbində dünyaya göz açdığı ilk gündən cücərir və yaşadığı müddətcə getdikcə böyüyür, artır. Buna görədir ki, vətənimizin dar günündə yaşından asılı olmayaraq hər Azərbaycanlı dərhal əlinə silah alıb düşmənin üzərinə yeriməyə can atırdı. Belə oğullarımızdan biri də şəhid Hüseynov Səddam Rafiqoğludur. Səddam 1997-ci il sentyabr ayının 1-də Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşdur. Tovuz rayonu Məstan Novruz adına Çeşməli kənd orta məktəbində təhsil almağa başlayan Səddam həm müəllimlərinin, həm də yoldaşlarının hörmətini qazanmışdı. Müəllimləri onunla söhbət etməkdən zövq alar, yoldaşları isə onun hər zaman onların köməyinə çatacağını bilirdilər. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan Səddam burada da öz savadı və dünya görüşü ilə seçilir. Universiteti bitirdikdən sonra hərbi xidmətə yola düşən Səddam hərbi formanı geyindiyi ilk andan formaya aşiq olur və həyatını vətənə xidmət edərək davam etməyə qərar verir. Hərbi xidməti bitirdikdən sonra müvafiq kursları keçərək müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına geri dönür. Daima vətənin keşiyində dayanan Səddam hərbiçi həyatının çətinliklərinə baxmayaraq yorulmur. Hərbi savadını genişləndirir, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən məharətlə gəlir. Səddam 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən geniş miqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olur. Ölümündən sonra Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif olunur. Şəhid Hüseynov Səddam Rafiqoğlu Tovuz rayonunun Çeşməli kənd qəbirstanlığında dəfn edilir.